Qarın ön divarının yırtıqlarından danışmaq istərdim. Burada əməliyyatdan sonra yaranan yırtıqlar, anadan gəlmə yırtıq və hansısa bir fiziki işin və yaxud da gərginliyin səbəbi olan yırtıqlarda qeyd etmək olar. Yırtıqlar kişilərdə iki cür olur, həm çəp və düz yırtıqlar qeyd olunur. Bunlar da əlbəttə ki, anatomik quruluşa, qarın ön divarının belə deyim, strukturundan asılı olan səbəblərdir. Yırtıqların bir nömrəli müalicə metodikası əməliyyatdır. Bəzi hallarda xəstələr əməliyyatsız keçinmək istəyir, amma bu tamamilə yanlışdır. Çünki burada boğulma faktoru var və boğulma faktoru olanda daxilinə qarın boşluğunda yerləşən hər hansısa bir orqan, bu böyük piylik də ola bilər, bağırsaq da ola bilər və yaxud da belə deyim, sidik hissəsi də ola bilər, girib orada boğulsa, əlbəttə ki, böyük fəsadlar əmələ gəlir və əməliyyatın həm həcmi, həm də əməliyyatdan sonraki dövrün reabilitasiyası artır və ona görə də hər hansısa bir qarın ön divarında şişkinlik, diskomfort hiss edirsinizsə, mütləq şəkildə həkimə müraciət edib bunu diaqnozu dəqiqləşdirilməlidir və orada belə deyəlim, yırtıq varsa mütləq şəkildə əməliyyat olmalıdır və əməliyyatı mesh, yəni implantın qoyulması ilə olmalıdır və əməliyyatın gələcəkdə residivi, yəni təkrar yaranmaması üçün mütləq şəkildə bu metodikadan istifadə olunmalıdır.